Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Çoban Pal adlı roman nağılını danışacağam. Keçmiş zamanlarda böyük kralın saysız hesapsız qoyun sürülərini otaran onlarla çoban vardı. Bir gün sarayın eşik ağasının yanına bir gənc gəldi. Kralın çobanı olmaq istəyən Pal adlı bu gəncin həyatda heç kəsi yox idi. Eşik ağası Palı da çoban kimi işə götürdü. Qısa müddət içində Pal hamının hörmətini qazandı. O, zəkası, hazır cavablığı ilə hər kəsi özünə heyran edirdi. Bir gün çoban Pal çöldə qoyunları otararkən kəndin ən gözəl qızı olan Savita ilə başı söhbətə qarışdı. Günəş dağların ardında gözdən itməyə başlayanda axşam düşdüyünü görən çoban Pal qaranlıqda sürünü bir yerə toplaya bilmədi. Kral qoyunlarını itirən Pala çox qəzəbləndi və onu zindana atdı. İş elə gətirdi ki, elə o günlərdə qonşu ölkənin kralı ordusu ilə birlikdə böyük kralın ölkəsinə hücum etdi. Müharibədə qələbə qazandı. Ölkəni və paytaxtı fəth etdi. Ordusunu, ölkəsini və paytaxtını itirən böyük kral ölümə məhkum edildi. Böyük kral qonşu ölkələrin kralından həyatını xilas etmək üçün yalvardı. "İstəsəm səni öldürməyə bilərəm," qonşu kral dedi. "Amma bunun üçün gərək 3 sualıma doğru cavab verəsən. İlk sualım budur. Bu əlindəki çubuğun hansı ucu daha ağırdır? Səhərə qədər fikirləş." Böyük kral dərhal adamlarını çoban Palın yanına göndərdi. Pal biraz fikirləşib cavab verdi. Kral çubuğu havaya atsın. Hansı ucu daha tez yerə dəysə, o ucu ağırdır. Beləcə böyük kral ilk suala doğru cavab verdi. Paytaxtı işğal edən kral ertəsi gün dibi deşik qazan gətirdi. "Sabaha qədər bu qazana yamaq vur." Böyük krala əmr elədi. Böyük kral yenə çoban Pala müraciət etdi. Çoban Pal cavab verdi. "Kral belə desin. Hər şeyə tərsindən yamaq vurulur. Sən qazanı tərsinə çevir, mən də yamaq vurum." Düşmən kral bu cavabı da qəbul etdi. Növbə son istəyinə gəldi. "Bu gürzü görürsənmi? Mən şorba yeyərkən bununla əlimdəki qaşığı vuracaqsın. Amma nə mənə bir şey olacaq, nə də şorba töküləcək." Böyük kral nə edəcəyini bilmirdi. Yenə adamlarını Palın yanına göndərdi. Çoban Pal, "Kralım, bu məsələni də həll edərik, amma əvvəlcə məni həbsxanadan çıxar," dedi. Zindandan çıxan Pal yemək masasının altında gizləndi. Axşam yeməyi zamanı qəflətən meydana çıxaraq əlindəki gürzü düşmən kralın başına elə zərbə ilə endirdi ki, işğalçı kral elə ordaca canını tapşırdı. Kralını itirən düşmən əsgərləri çıxış yolunu öz ölkələrinə qaçmaqda gördülər. Çoban Pal bir anda ölkəni xilas edən qəhrəman oldu. Böyük kral Palı qoşuna baş sərkərdə təyin etdi. Ölkəsinin də yarısını ona verdi. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.